Bəzən o qatillərdə sirlər olurdu. O sirləri onlardan almaq lazım idi. Gərək cəsarətli olasan və qətiyyətli olasan, çəkinməyəsən. 10-15 gün içərisində 100-ə yaxın cinayət işinin üstü açıldı. Hal-hazırda bir 20-25 il açılmayan cinayətlər var. Sizin də dövrünüzdə belə cinayətlər olub? Mən özüm çox ölüm cəzasına məhkum olunan şəxslərin haqqında istintaq aparmışam, sənədlərə imza atmışam. Elə bu arada yeni direktoru da öldürdülər. İstintaqçı olmasaydım mən o yeri tuta bilməzdim. Pambıq sahəsindən 3 tələbənin meyidi aşkar edilmişdi. Və onlara dövlət ittihamçısı cəza istədiyi halda biz bəraət vermişik, onları bırakmışıq. İndi sizin saytla mən maraqlandım. Nəvəm dedi mənə, deyib bəlkə gedən saytlarına. Hüquqşünas olmaq arzusuna mən orta məktəbdə oxuduğum illərdə düşmüşəm. Bu təsadüf eləyir keçən əsrin 50-ci illərinin ortalarına. Orta məktəbdə oxuyan vaxtı rayon o vaxtı xalq məhkəməsi adlanırdı. Bizim evin yaxınlığında idi. Orada tez-tez məhkəmə prosesləri olurdu. Sonra quluplarda ali məhkəmədən gələn məhkəmənin səyyar məhkəmələr olurdu. İnanırsınız, onların birini də buraxmırdım. Gedib otururdum, qulaq asırdım, baxırdım. Hal-hazırda bir 20-25 il açılmayan cinayətlər var. Sizin də dövrünüzdə elə cinayətlər olub? Ümumiyyətlə, açılmayan cinayətlər tək söhbət bizim dövrümüzdən getmir ki. Yəni Kennedy'ni Amerikada öldürdülər. Hələ də açılmıyor ki. Yəni Əlbəttə var. Açılmamış işlər olur. Amma elə bir böyük bir miqdarda da olur. Çünki istisi üstləri açılır. Bir dəqiqə bu hazırki dövrdə məlumatlardan da görürsünüz ki, polis orqanları səriştəli fəaliyyətləri nəticəsində bu işlərin üstü açılır. Bəzən də görürsən ki, neçə ildən sonra o işlərin üstü açılır. İndi mən dediyim kimi, axı ilk momentdə, ilk anda biz onu deyir, itkin düşübdür. Siz tez-tez eşidirsiniz ekranlarda, evdən çıxıb itibdir. Nə bilirsən, haradasa nə hadisə ilə əlaqədar öldürüblər, bastırıblar. Bu yaxınlarda harada idi ki, məlum oldu ki, neçə ildən sonra öz həyətində öldürüb kimisə bastırıbmış. Bunlar həmişə var. Bəzən olur başqa bir işin içərisindən bir neçə işlər açılır, çıxır ortalığa. Bəzən təsadüfən də açılanı olur. Bunlar hamısı reallıqdır. Prokuror işlədiyiniz dövrdə elə bir iş olub? Saysız. Ən maraqlısı yadınıza qalan. Saysız. Mən bütün o işlər hamısı yadımdadır. Qalmayanı yoxdur. Məsəl üçün bir misal deyim sizə. Xırdalandadır da gərək ki, pivə zavodu var. Onun direktoru erməni idi. O zavod da yerləşirdi indi Binəqədi, o vaxtı Kirov rayonları arasında. Kirov rayonunun rəhbəri də partiya komitəsinin birinci katibi də erməni idi. Bu erməni çox tez-tez müəyyən şəxslər vasitəsilə qızıl, daşqaş alır. Zavod direktoru yoxsa partiya? Zavod direktoru. Mən ona görə vurğuladım ki, birinci katibdə də o təyin edib onu ora. Bu müəyyən qrup cinayət törədən şəxslərin diqqətini cəlb eləyir. Və belə bir qurğu qururlar ona qarşı. Bunlara bəlli olur ki, o anasına aparır bütün əldə etdiyi qızıl məlumatlarını, brilyantı, daşqaşı. Və bir gün ağ xalatda geyinirlər, 2 nəfər. Bir raf maşında gəlirlər, anası yenə. Qapını döyürlər, qapını açır. Deyirlər ki, oğlu həbs ediblər.
bizə xəbər göndərdi ki, tez ged anama deyinəm. Evdə nələr qiymətli şey varsa götürüb çıxartsın. Telefonla da mənlə əlaqə saxlamasın, qulaq asırlar. Biz səni aşağıda gözləyirik, aparacağıq, hara deyirsən ora. Arvad da bütün o dinə şeylərini yığır çantasına, düşür aşağı. Bunlar da rafın maşınına gələndə biri minir ora, çantanı alırlar əlindən ki, maşına qoyurlar, güya qadının minməsinə. İtəliyirlər onu, maşını sürüb çıxıb gedirlər. O şikayət eləməmişdi. Çünki o şikayət eləsəydi, deyəcəkdilər, bunlar haradandır? Aydın olur sizə. Aydın. O üstü açılmayan və yaxud bəlli olmayan cinayət işlərinin bəziləri bu xarakterdən irəlidir. Bəs bu işin üstü necə açıldı? Mən şəhər prokurorunun birinci müavini vəzifəsində işləyirdim. Şəhərdə bütün istintaq işlərinə rəhbərliyin son nöqtəsi mən idim. O vaxt milli şöbələrində istintaq olunsun, istər rayon prokurorluğunda, istər şəhər polis idarəsi, istər şəhər prokurorluğu, onun fərqi yox idi. O sənədlərə mən necə deyərlər, imza atırdım. Onları mənim nəzarətimdə olurdu. Bizim bir çox güclü şəhər prokurorumuz vardı, Əliyev Əliş. Yeri gəlmişən qeyd edeyim ki, mən özümün yetişməyimdə düşdüyüm mühitin də rolu çox olubdur. Mən yaxşı istintaqçıların, prokurorların, necə deyərlər, əməliyyatçıların, polis rəislərinin daim əhatəsində öz inkişafımı görmüşəm. Bir gün o mənə dedi ki, Kiram, Bakıda gör nə qədər açılmamış quldurluq, soyğunçuluq, oğurluq işləri var, dələduzluq, hansı ki icraata dayandırılıb. Onların hamısını tələb elə, onlar da əsasən milli şöbələrində olurdu. Gətir prokurorluğa, onu burada işçilərə həvalə eləyək, oturub oxusunlar, öyrənsinlər. Çünki bəzi cinayətlər var ki, elə oxşar, biri Qaradağda olub, biri ola bilsin ki, Xətai rayonunda olub, eyni adamdır, amma bir-birlərindən bunlar əlaqəli deyil, işin istintaqını aparar. Onlar cəmlənəndə bəzən o xətləri, zadları tutmaq olur. Biz o işlərin hamısını yığdıq, dayandırılma qərarını ləğv elədik. Şəhər polis idarəsinin rəisinin və şəhər prokurorunun birgə qərarı ilə istintaq qrupu yaradıldı. Və o Açılmayan cinayətlərlə bağlı. Ancaq açılmayan bu işlərin bağlı. Yəni, bu işlərin üçün xüsusi istintaq qrupu yaratdıq. Siz inanırsınız, 10-15 gün içərisində 100-ə yaxın cinayət işinin üstü açıldı. Və bunların içərisində dayandırılmış cinayət işləri də vardı. Qeydiyyata alınmayanlar da var idi. Və bunların içərisində şikayət olub məlumat verilməyənlər də var idi. Və həmən dediyiniz işte o səfkidə orada bizə... Yəni hansısa başqa cinayətdən gəldi bu. Gəlib açılmışdı. Və yaxud sonralar həmən pivə zavodun direktoru vəzifəsində bir Azərbaycanlı işləyirdi, direktor. Onu qətlə yetirmişdilər. O işin istintaqı uzun müddət açılmadı. Və başqa bir cinayət işinin istintaqı zamanı onun da üstü açıldı. Belə hallar olur. Bəzən deyirlər, bu ölüm hökmü ilə bağlı mübahisələrdə mən özüm çox ölüm cəzasına məhkum olunan şəxslərin haqqında istintaq aparmışam, sənədlərə imza atmışam. Dövlət ittihamçısı kimi ölüm cəzası da istəmişəm və yaxud məhkəmədə bu cəzanı tətbiq eləmişik. Amma həmişə əleyhinə olmuşam mən ölüm cəzasına. Onun bir səbəbi də nə üçün olmuşamın bir səbəbi də oydu ki, bəzən o qatillərdə sirlər olurdu. O sirləri onlardan almaq lazım idi və onun əsasında başqa cinayət işlərinin üstünü açmaq mümkün olurdu. Şəhər məhkəməsinin 14 ilə yaxın mən sədr oldum. Bizdə Bakıda soyucular zavodu var.
Orada bir neçə qətl hadisəsi olmuşdu, direktoru öldürmüşdülər. 1, 2, 3, 4, 5. Ancaq direktorları qətlə yetirdilər. Bəli. Sonuncu isə bir güllə ilə o birisilər öldürülmüşdü müxtəlif vaxtlarda. Amma sonuncuya 9 güllə vurmuşlar, sağ qalmışdı. Və bu işi istintaq edilmişdi. İstintaq qrupu tərəfindən. Yeri gəlmişən o istintaq qrupunu aparanlar vaxtilə prokurorluqda mənimlə bir yerdə çalışan şəxslər idi bəziləri. Və qərara gəlmişdilər ki, kim bunu təşkil eləyib, amma icraçılar aşkar olduğuna görə ölməmişdi, bilinirdi kimdir. O 2 nəfəri həbs eləmişdilər və 3-cü bir nəfəri də həbs eləmişdilər ki, bu onu təşkil eləyib. Və işi məhkəməyə göndərmişdilər. Biz onu məhkəmədə baxanda gördük ki, bu iş düzgün istintaq eləməyib. İcraçılar bəlli olsa da təşkil eləyən şəxs müəyyən edilməyib. Elə bu arada yeni direktoru da öldürdülər. Əgər təşkil eləyən tutulubsa, bunu kim elədi? Və görürlər ki, istintaqçılar ki, təşkil eləyənə sübutu çox yığa bilmirlər. Onu istintaq keçişatında döyüb, əzab əziyyət verirlər, öldürürlər və meyidini də atırlar. Kimi ittiham eləyirlərsə ki, bu təşkil eləyib. Sifarişçini. Sonra da onun haqqında öldüyünə görə işi xətm edirlər. 2 nəfər icrasının işini bizə məhkəməyə göndərirlər. Mən yenə də qayıdıram o məsələyə ki, o işi mən əvvəldən axıra qədər özüm oxudum. İstintaqçı olmasaydım mən o yeri tuta bilməzdim. Biz o işi əlavə istintaqa qaytardıq. Əlavə istintaq zamanı müəyyən olundu ki, Rövşən Əliyev apardı, sonradan qətlə yetirildi. Hacı Məmmədov. Prokuror, kriminalist. Onun təşkilatçısı kimdir? O işin istintaqını aparan prokurorluq, milis, ekspertlər xeyli sayda məhkum olundular ki, bu işi düzgün aparmırdılar. Və həmən işin istintaqı ilə bağlı bizim ölkə rəhbəri Heydər Əliyevin böyük bir çıxışı olub. Qəzetdə, mətbuatda da, televizorda da verildi, getirildi ki, bu iş necə saxtalaşdırılıb. İndi məhkəmədə də bu aspektdən, bax, belə bir işlə mən rastlaşdım. Əsl sifarişçi kim idi? Konkret Həsən Məmməd bu rol oynamır. Sovet dönəmində kölgə iqtisadiyyatı var idi. Sıxaşıqlar var idi, eşidərdiniz, bəlkə də bilərdiniz ki, kölgə iqtisadiyyatı idi bunlar. Onlar müəyyən sahələrə nüfuz edirdilər. Onlara lazım olan şəxs o təşkilata rəhbərlik eləmirsə, onu aradan müxtəlif üsullarla götürürdülər, çıxartdırırdılar. Məsəl üçün, tütün fabriki bir neçə dəfə yandırılmışdı. Margarin buraxan zavod yandırılmışdı. Bunlar o dövrün kölgə iqtisadiyyatını idarə edənlərin əməlləri olur. İcraçılar müxtəlif ola bilərdi. Çalışırdılar ki, müəyyən nüfuz, rüşvət hesabına onlara maraq dairəsini özündə ehtiva edən şəxsi o vəzifəyə gətirilsin. Və buna nail ola bilməyəndə o qüvvələr belə bu üsullara əl atırdı. Bu, Sovet dönəminin xarakterindən irəli gəlirdi. Siz yəqin eşidərdiniz, bilərdiniz, Moskvada cinayətkar aləm əraziləri bölürlər, müəyyən hərəkətləri, cinayət hərəkətlərini həyata keçirmək üçün. O vaxtdan qalma qaydadır. Ona görə də burada bir o dərəcədə konkret maraqlı deyil. Bunu eləyən Həsən deyən Məmməddir. Bunu eləyən o qüvvədir. Aydın. Bunu tapmaq, açmaq, ifşa etmək
bizim üçün çox çətin olur. Və maraqlı cəhət odur ki, və düşündürücü cəhət də demək olar buna ki, burada da gərək istintaqçı özü səhv eləməyə. Əgər mən həmişə deyirəm onu, qatar relsdən çıxan kimi bir şeydir. Bir balaca istintaqçı hərəkətlərində səhv edirsə, görürsən ki, uğursuzluğa düçar olur və vəzifəsi ilə vidalaşmalı olur. 74-cü il idi. Bərdə rayonunda böyük bir Respublika müşavirəsi çağırılmışdı. Oktyabr ayının 13-ü idi. Özü həmən aylar, o illəri çox isti keçirdi. Ölkə rəhbəri orada idi və bütün pambıqçılıq rayonunun rəhbər işçiləri, savxoz direktorları, kənd təsərrüfatı sahəsində çalışan digər işçilər, nazirlər, hamısı orada müşavirədə idilər ki, və həmən müşavirənin gedişatı vaxtı pambıq sahəsindən 3 tələbənin meyidi aşkar edilmişdi. İndi siz təsəvvür eləyin, hansı valideyn, hələ onda belə mobilli telefonlar yox idi ki, eşidirdi ki, orada belə tələbə öldürülüb və onun uşağı orada pambıq yığmağa gəlib, ailə ilə yığışıb gəlirdilər. Müşavirə vaxtı ölkə rəhbərinə də bu məlumat çatdırılır. Məzuniyyətə 7 ildir çıxmırdım. 12 oktyabrda məzuniyyətə çıxmışdım. Silahı, nə bilim, müəyyən yazı makinasını zaten təhvil verib evə gəlmişdim. Səhərsi günü tezdən məni gəlib maşından apardılar Beyləqana. Məndən başqa 2 mühüm işlər müstəntiqi də gəldi. Böyük bir qrupla bu işin açılması. Mən 6 ay qaldım orada. Evdən paltarlarımı təşkil elədim, gətirdilər. Və o işin istintaqı müvəffəqiyyətlə tamamlandı. Orada da bir başqa xeyli cinayətlərin üstü açıldı. Sözüm onda deyil, SSR-nin ən yaxşı müstəntiqi kitabına adım yazıldı. İndi oxuyuram, görürəm ki, həmən işin istintaq təcrübəsini bir çox ölkələrin hüquq fakültələrində tədris vəsaiti kimi istifadə edirlər. Bir əhvalat olmuşdu ki, ata öz körpə uşağını 2 silata töküb öldürmüşdü. Mən o məqaləni ədəbiyyat incəsənət qəzetində vermişdim. Və mənə təsir edir ki, Kiram, bu işləri yaz da yaz qalsın. Ağaverdi Abbasov var. Onun bir istintaq işində yeganədir dünyada 10 erməni ölüm cəzası aldı, güllələndilər. 10 nəfər, SSR vaxtı. Mikoyan da SSR Alışevti rəhsəsiyyətinin sədri idi. Ona Sherlock Holmes deyirlər. Məşhur Stepanakert işi var, eşitmişsiniz, məhbusların yandırılması. O işin istintaqını aparıb. Bunların hamısının tərcümə halının xarakteristikasını vermişəm ki, bunlar cəmiyyətdən unudulub getməsin. Hadisələr bu kitabda çox göstərilir ki, müəyyən təsadüflər gəlib nə ilə nəticələnibdir. Qarbaçovun dövründə Azərbaycandan həbs edirdilər, aparıb Lefortovu da saxlayırdılar. Saysız hesabsız adamlar. Bunlar hamısı mənim bu kitablarımda görəcəksiniz. Və Rusiyada məhkum edirdilər. Bu qanuna zidd idi. Moskvada Qurultaylar Sarayında 4000-dən çox adam tutur. 700 nəfər Amerikadan gəlmiş hüquqşünaslar, iqtisadçılar vardı o tədbirdə. Mən orada çıxış elədim. Və bu məsələni qaldırdım ki, bu düzgün deyil. Və bütün bunlar Telegraf Sita deyirlər, Azərinform deyirlər. Onlar mətbuatda verdilər o vaxtı ki, mən orada bu çıxış eləmişəm. Və onun yol verilməz olduğunu müəyyən elədilər. Sonradan həmən işlər ləğv olundu. Azərbaycana gəldi və onların demək olar ki, hamısı bəraət aldı. O cümlədən mərhum şairimiz Xəlil Rza. İndi sağdır, Axund Gəncədə İmamzadənin rəhbəri, o da o dəstənin içərisində idi. Onun da yazılısı var kitabda. Voronejdə onları Bakıya gətirəndə elə bir
kameraya salırlar, ora çoxlu əqrəblər atırlar ki, bunların üstündə gəzişir, nələr salsın. Elə bir zülmlərlə onları həbsdə saxlayırlar. Və onları necə gətirib bura gəldikdən sonra və onlara dövlət ittihamçısı cəza istədiyi halda biz bəraət vermişik, onları buraxmışıq. 30-a yaxın adam tutmuşdu Moskvadan gələn briqada, Vəzirovun çağırışı ilə gələn istintaq briqadası. Biz o işlərə baxdıq, hamısına bəraət verdik, həbsdən buraxdıq. Onda hansı məhkəmədə sədr işləyib? Şəhər məhkəməsində. Var, kitabda bunlar hamısı var. Məlumdur, bəllidir. Bunları yaşatmaq lazımdır, itirmək lazım deyil. Mən onu demək istəyirəm. Bu kitablar əslində elə mənim özüm başda olmaqla xatirələrin üstündə qurulubdur. Mən sosial şəbəkədə iştirak eləmirəm. Adı gördüyünüz bax bu telefonda. İndi sizin saytla mən maraqlandım. Dedilər ki, çox, necə deyirlər, nəvəm dedi mənə. Deyib bəklədən saytlarına. İkram müəllim, bu apellyasiyada da sədr işləmisiniz də. Əsasən bu bəraətlər apellyasiyada olur. Apellyasiya məhkəməsində sədr işlədiyiniz vaxtlarda bəraətlər vermisiniz. O qədər. Maraqlıları var, danışın. Bilirsiniz, gərək cəsarətli olasan və qətiyyətli olasan, çəkinməyəsən. Mənim elə bir işim yoxdur ki, onu mən tamamladıqdan sonra onun üzərində başqa qərarlar qəbul edilsin. Adi bir misal deyim sizə. Bu işıq pulu, su pulu, qaz pulu yığanlar, qabaqlar qapı-qapı gəzib yığarlar baxı. Vəzifəli şəxs hesab olunurlar. Və bu nəfər bir evdən gedib işıq pulu istəyən vaxtı nəsə anlaşılmazlıq olub, abonent sahibi kişi uşağı döymüşdü. Vurmuşdur belə. Ağır xəsarət yox idi. Və bunun haqqında cinayət işi qaldırmışlar ki, vəzifəli şəxsə qarşı cinayət işlədi. Bu ağır maddədir. Vəzifəli şəxsə qarşı cinayətin işlədilməsi. Faktiki olaraq vəzifəli şəxs evdə olub, heç ona müqavimət göstərmir. Bu adi şəxsdir. Bu adi şəxsə olan o hərəkət başqa cinayətin tərkibidir. Orada barışlıqda və bu iş xitam olunur. Təhqirdir, böhtandır. Bunlar yüngül xəsarətlərdir. İnsanlar döymədir bu olanda ona xüsusi ittihamlı işlər deyirlər. Barışmaqla bu işlər bitir. Amma vəzifəli şəxsi döymək o 4, 5, 6, 7 il cəza almalıdır. Ev sahibinə cəza vermişdilər rayonda. Gəldi biz baxanda gördük ki, düzgün deyil və ona verdik bəraət. İndi məsələ buradadır ki, bəraət veriləndə müqavimət də artır axı. Kimin tərəfindən? İş aparan müstəntiq, işi təsdiq edən prokuror, məhkəmədə çıxan ittihamçı, bunların ziddinə gedir. Bax, bəla orasındadır ki, bu müqavimət tək o ittiham olunan şəxslər tərəfindən deyil, özümüzünkilər tərəfindən olur. Ona görə də çox çətinliklə görürsən ki, belə işləri ərsəyə gətirirsən. Əlbəttə, bəraət iniçli olmalıdır. Onu da qeyd edeyim ki, müstəntiqin işi bəzi adamlar belə düşünürlər, kimisə ittiham etmək üçün deyil. Müstəntiqin vəzifəsi hadisəni olduğu kimi aşkar edib ortalığa qoymaqdır. Və bununla da təqsirli, təqsirsiz səs ayrı olmalıdır. Və bununla da, məsəl üçün, ata-ananın evladı qətlə yetirilib. Müstəntiq bunu açırsa, ittihamçı kimi ona baxmaq lazımdır. Ata-ana buna baxır, heç olmasa oğlunun ölüm işinin üstü açıldı, o layiqli cəzaya görüldü. Müstəntiqin hərəkətində başqa prizmadan baxmaq lazımdır. Bəzən deyirsən ki, harada işləyirsən, deyirsən prokurorluqda müstəntiqam. Ehtiyat edirlər ki, görəsən bu elə bir ki, adam yeyəndir, nədir? Müstəntiq
haqqı, ədaləti gecəsi gündüzü olmadan açıb aşkar eləyir, ortalığa qoyur. Və bunun içərisində təqsiri olmayanları aşkar eləyir və onların da necə deyirlər, cəmiyyətdə təmiz adla qalmasına nail olur. Bu kitablarda xeyli adamlar görəcəksiniz. İnşallah oxuyacağam o kitabı. Onda gərək 4-ünü də oxuyasınız. Oxuyaram, bir oxuyaram. Çox maraqlı idi. Çox sağ olun, minnətdaram. Çox maraqlı faktlar dediniz. İnşallah növbəti müsahibələrimizdə görüşmək ümidi ilə.